Martın əvvəlindən etibarən Azərbaycanda səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi qulluqçuların toplanışı həyata keçirilir. Hazırda proses davam edir. Bəziləri hesab edir ki, hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi var. Azərbaycan Hərbi Polisinin sabiq rəisi Rövşən Məhərrəmov ehtiyatda olan hərbi qulluqçuların təlim toplanışlarının keçirilməsinin regional gərginliklə əlaqələndirilməsinin yanlış olduğunu qeyd edib. Azərbaycanın səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti və Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatlarda da vurğulanıb ki, təlimlər illik hazırlıq planına uyğun təşkil olunub. Azərbaycanda səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması qanunvericiliklə nəzərdə tutulmuş praktikadır. İran müharibəsi olmasaydı da bu hərbi toplanışlar əvvəldən tərtib edilən plana uyğun olaraq keçiriləcəkdir. Bu təlimlər döyüş hazırlığının yenilənməsi, ehtiyat qüvvələrin koordinasiyası və yeni taktika və texnologiyalarla tanışlıq məqsədi daşıyır. Bu cür toplanışlar əvvəlcədən planlaşdırılır və adətən illik hazırlıq planına daxil olur.